O, Tom Cruise ve Jack Chan'dan da varlıdır. Onun serveti 800 milyon dolar değerlendirir. Ama o, demək olar ki, bütün bu pulları evsizlərə xərcləyir. Bu, Şahrukh Khan'dır. Başkalarına kömək etmək üçün böyük bir məbləğləri xərcləyən insan. Bəs o bunu niyə edir? Şahrukh Khan bir film üçün 30-35 milyon dolar pul qazanır. Ama bunları başkalarına kömək etmək və yeni imkanlar yaratmaq üçün sərf edir. O, evsizlər üçün sığınacaqlar tikmək və digər lazımi tələbatları qarşılamaq üçün 12 milyon dolar pul xərcləyir. İnsanlara öz ayaqları üzərində durmağa kömək edir. Həmçinin kənd yerlərində qızların təhsillərinin inkişafı üçün 9 milyon dolar pul iyanə edib. Qızlara gələcəklərini dəyişməyə şansı verib. Öz fondu vasitəsilə çirkli suların təmizlənməsi üçün 10 milyondan çox pul iyanə edib. Bu da ehtiyacı olan insanlara təmiz suyu təmin etmək üçün böyük bir kömək edir. Şahrukh Khan bir dəfə deyib, uğur sənin nə sahib olduğunda deyil, sahib olduğunla nə etdiyindədir. Bəs siz Şahrukh Khan'ı sevirsiniz? Fikirlərinizi rəy bölməsində yazın. Daha çox belə videoları görmək istəyirsənsə və top filmlərə daha yaxın olmaq istəyirsənsə, mənim səhifəmə abunə olmağı yadından çıxartma. Mitofil məsləhət görür top film.